Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyikel fərəc. Məkasib kitabından 297-ci dərsi oxuyuruq. Keçən dərsimizdə etiqad baxımından münəccimlər 5 yerə bölündü. Yəni 5 cürə əqidə var münəccimlərin arasında. O 5 cürə olan əqidəni keçən dərsimizdə izah elədik. Və mərhum Şeyx Murtəza Ənsari buyurur, o rivayətlərdə ki, buyurulur münəccim kahin kimidir, kahin sahir kimidir, sahir də kafir kimidir. Bu rivayəti biz oxumuşuq. Buyurur, bu rivayətdən məqsəd o 5 əqidənin 4-cü və 5-ci əqidə sahibləri nəzərdə tutulur. Yəni o münəccim ki, 4-cü və 5-ci əqidənin sahibidir, onlar nəzərdə tutulur. 4-5-ci əqidə səhv eləmirəmsə bu idi ki, dünən qeyd elədik keçmiş dərsimizdə. Nəzərləri budur ki, Allah ulduzları yaradıb və ulduzlar Allahın iradəsi ilə hərəkət edirlər. Bir dəfə zaman baxımından ulduzlar qədim hesablanır, bir dəfə cədid hesablanır. Amma 1, 2, 3-cü surət ki, onları qeyd elədik, buyurur, bu rivayət onlara şamil deyil. Çünki bu rivayət deyir ki, münəccim kahin kimidir? Kahin sahir mənziləsindədir, sahir kafir mənziləsindədir. Bu, o 4-cü və 5-ci surətə aid olan münəccimlərə aiddir. Amma 1, 2, 3-cü surətlər ki, o əqidə-i ki, münəccimlərdən nəql elədik, bu rivayət onlara aid deyil. Çünki bu rivayət deyir ki, kahin mənziləsindədir. Nə kahindir? Sahir mənziləsindədir, kafir mənziləsindədir. Amma o 3 firqə, o 3 dəstənin rəyin sahibləri isə, onlar mənzilə yox, bəlkə birbaşa kafirdirlər. Əkfərül kuffardılar. Yəni kafirlərin özüdürlər. Ona görə də mərhum şeyx buyurur, bu rivayətlər bəlkə o 5 dəstənin 4 və 5-ci dəstəsinə aiddir ki, onların biraz yüngüldür. Amma o 3 dəstə isə kafirin kafiridirlər, nə mənzilə-i kafirdədirlər. Ona görə buyurur, lakinnə ma təqəddəm fi bəzil əxbar. O ki, bəzi əxbardan qabaqda oxuduq, keçmişik. Min ennəl münəccim bi mənzilətil kahin. Münəccim kahin mənziləsindədir. Əlləzi huvə bi mənzilətis sahir. O kahin ki, sahir, sehr eləyən mənziləsindədir. Əlləzi huvə bi mənzilətil kafir. O sahir ki, kafir mənziləsindədir. Nəticədə budur ki, münəccim kafir mənziləsindədir. Buyurur, bu rivayət ma'ədəl firəqis səlasul əvvəl. Bu rivayət şamildir o 5 dənə firqənin, o 5 dənə rəy ki, dünənki dərsdə oxumuşuq, onun 3 əvvəlindən
başqalarına şamildir. Yəni 4 və 5-ci surətə aiddir. O 3 dənə əvvəlkilərə aid deyil. Çünki o 3 dənə əvvəlkilər birbaşa kafirdirlər, nə mənzilə-i kafirdirlər. Bəlkə birbaşa kafirdirlər, əkbərül kuffardırlar. Bu rivayət bu 4-cü və 5-ci əqidənin sahiblərinə aiddir ki, biz onu dedik. Yəni, onlar demirlər, ulduzlar yer üzündə hadisələri yaradır. Onlar deyirlər, Allah ulduzları yaradıb və iradə eləyib və ulduzlar da Allahın iradəsinə tabidirlər. Onlar kafir mənziləsindədirlər. Bu rivayət onlara aiddir. İz-i zahir ədəmul işqal fi kovnul firəqis səlas min əkbəril kuffar. Çünki zahir budur ki, alimlər arasında işqal yoxdur. O 3 dənə firqə ki oxuduq, o 5 dənə firqənin 3 firqəsini ki oxuduq, min əkbəril kuffar, kafirlərin kafiri hesablanırlar. Nəinki kafir mənziləsindədirlər. La bi mənzilətihim. Bəlkə küfrün özüdürlər. Və minhu yazhər, yəni belə məna elədikdə zahir olur. Belə məna elədikdə yəni nə? Yəni o münəccim ki kafir kimidir, onları 4 və 5-ci firqələrə aid elədikdə və minhu yazhər, yəni bu. Ənnə ma rəttəbəhu aleyhissalam əla təsdiqil müneccim min kovnihi təkzibən lil Qur'an və kovnihi mucibən lil istiğna anil isti'anəti billah fi cəlbil xeyr və dəf'iş şər. Əgər yadınızdadır, inşallah keçən dərslərimizdə oxumuşuq. Əmirul Müminin aleyhissalatu vesselam şəxsə belə dedi, hər kim müneccimi təsdiq eləsə, bu elə bil Qur'anı inkar eləyibdir. Bu elə bil Qur'anı inkar eləyib, təkzib eləyib və şərri və özündən dəf eləməyə, xeyri özünə cəlb eləməyə elə bil Allahdan daha köməklik istəmir. Elə gedir ulduzlardan istəyir, müneccimdən istəyir. Həzrət ki bu sözü dedi, bəs bundan da məlum olan bu idi ki, Həzrətin məqsədi oradakı küfr deyir, təkzibi Qur'an deyir, yəni bu məna qəsd olunur. Ki dedik burada 5 qismi var müneccim, 3 qismi kafirdir, 4 və 5-ci qismə aiddir. Və minhu yazhər ənnə ma rəttəbəhu aleyhissalam əla təsdiqil müneccim, ki Həzrət belə tərtib verdi, dedi, hər kim müneccimi təsdiq eləsə, min kovnihi təkzibən lil Qur'an, mənası budur ki, bu Qur'anı təksib eləyib və kovnuhu mucibən və elə bu səbəb olur lil istiğanə anil isti'anə billah, bu özünü qəni hesablayır Allahdan köməklik istəməklikdə, fi cəlbil xeyr, xeyri cəlb eləməkdə və dəf'ul şər, şərri dəf eləməkdə. Yuradu minhu, Həzrət bundan iradə eləyir ibtalu qovlihi, yəni münəccimin qovlu batildir, bi kovni mustalzimən lima huva fil vaqi. Elə bil Həzrət o ki deyir Qur'anı təksib eləyib, elə bil münəccimin qovlu lazım tutur lima huva fil vaqi müxalifən lil zərurə. Elə bil zərurətlə müxalif olur münəccimin qovlu. Min təksibil Qur'an, Qur'anı təksib eləyir, vəl istiğanə ənillah və Allahdan özünü ehtiyatsız bilir. Həzrət məqsədi budur.
Yəni Qur'anı təkzib eləməyin məqsədi nədir? Yəni münəccimin sözünü təsdiq eləmək laziməsi budur ki, sən zərurətlə müxalifət eləyirsən. Yəni həqiqətdə zərurətlə müxalifət eləyirsən. Yəni münəccimin sözünü təsdiq eləmək zərurəti inkar eləməkdir. Zərurətlə müxalifət eləməkdir. Məqsəd budur. Elhamdülillahi Rabbil aləmin.